El arasında uşaqlarda zəhərli zod deyilir. Təbii ki, hansısa zəhərdən söhbət getmir. Qalxana bənzər vəz çoxlu miqdarda hormon ifraz etməyə başlayır. Burada mexanizm böyüklərdə olduğu kimidir. Elmi adı diffuz toksik ur və yaxud da Graves xəstəliyidir. Mexanizm böyüklərlə eyni olsa da, müalicə taktikası uşaqlarda bir qədər fərqlidir. Uşaqlarda məqsədimiz uşağı əməliyyatdan mümkün qədər qorumaqdır. Yəni, nə qədər gec olarsa, o zaman əməliyyatı eləmək tövsiyə olunur. Çünki uşaq orqanizmi inkişaf etməlidir. Əməliyyatın müəyyən riskləri var. Əməliyyat bölgəsi yaşa görə kiçikdir və xüsusi təcrübəli həkimlər əməliyyatı etməlidir. Ona görə bir qədər uşaqlarda əməliyyatı ləngidirik. Amma dərman müalicəsi özü də bir qədər keşməkeşli müalicədir. Mütəmadi olaraq dozaları artırmaq lazım olur, dozaları azaltmaq lazım olur, mütəmadi analizlər olur. Amma bu çətinliyə baxmayaraq, yenə də uşağı mümkün qədər bir qədər gec əməliyyata yönəldirik və hal-hazırda dərman müalicəsindən sonra, ümumiyyətlə dərman müalicəsinin bəlli bir ili də yoxdur. Elə uşaq ola bilər 2 il çəkər, elə ola bilər 4 il, 6 il və s. belə uzun müddətli müalicələrimiz də var. Əgər hər hansısa səbəbdən radikal müalicə metodu istəyiriksə, dərman müalicəsi effekt verirsə və yaxud ailə dərman vermək istəmirsə, o zaman əməliyyatdan öncə radioaktiv yod ilə müalicə uşağa tövsiyə olunur və bu doza özü də müəyyən vaxtlarda effektsiz ola bilər. İkinci dozadan sonra da əgər effekt almarıqsa, radio yodla, o zaman artıq uşağı əməliyyata yönəldə bilərik.